2026-cı il üçün Novruz, Ramazan və Qurban bayramları günləri müəyyən edilib. Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb. Qərara əsasən 2026-cı il martın 20-si, 21-i, 22-si, 23-ü, 24-ü Novruz bayramıdır. Gələn il 21 və 22 mart tarixləri şənbə və bazar günlərinə təsadüf edir. Əmək Məcəlləsinin tələblərinə əsasən 25 və 26 mart qeyri-iş günləri olacaq. Gələn il martın 20-si, 21-i Ramazan bayramıdır. Əmək Məcəlləsinə əsasən Ramazan bayramı iş günü hesab olunmayan başqa bayram günü ilə üst-üstə düşdükdə növbəti iş günü istirahət günü hesab edilir. Beləliklə, Əmək Məcəlləsinin tələbinə əsasən növbəti iş günləri 27 və 30 mart tarixləri də qeyri-iş günü olacaq. Beləliklə, Novruz və Ramazan bayramları ilə əlaqədar martın 20-sindən 30-na kimi qeyri-iş günü olacaq. Mayın 27-si və 28-i Qurban bayramı günləri müəyyən edilib. Həmin günlər iş günü hesab edilmir.